Selamünaleyküm, hər vaxtınız xeyir. Dostlar, bizim Bazar YouTube kanalına xoş gəlmisiniz. Mən Səhövsanda düz asfalt yolun qırağında, göstər asfaltı. Əsas asfalt yolun qırağında 2 mərtəbəli sənədləri, paket kupçu olan həyətin də, evin də sənədləri qaydasındadır. 2 mərtəbəli 6-7 otaqlı həyət evi ilə tanış eləməyə gəlmişəm. Dostlar, qeyd edeyim ki, torpağımızın sotu 6 sotdur. Sənəd kupça, evin də torpağında kupçası var. Gəl. Bu bizim həyətimizdir, gördüğünüz kimi. Evimizin altında burada bir otaq var, ancaq təmirsizdir. Evimizin üz görünüşünü göstər. Gel. Biraz direkt gel, biraz direkt gel. Deməli dostlar, evimizin hal-hazırda evimizdə 2 ailə yaşayır. Bu həyətimizin oradaki torpağı, burada da əlavə torpaq sahəsi var. Gördüyünüz kimi meyvə ağacları var həyətində. Demək dostlar, evimizdə hal-hazırda 2 qardaş, 2 ailə yaşayır. Birinci mərtəbədə bir qardaş, ikinci mərtəbədə ikinci qardaş. Yəni deməyim odur ki, evimizin paket kupçadır, evimizin hər iki evin, yəni birinci mərtəbənin ayrıca kommunal xəttləri var, qaz, su, işıq. İkinci mərtəbənin də ayrıca kommunal xəttləri var, qaz, su, işıq. Yəni hər kommunaldan 2 dənədir evlərdir. Gəl. Daxil oluruq evimizə. Selamünaleyküm. Daxil olan kimi sağ tərəfdə sanitar qovşağı, aksesuarlar quraşdırılıb tam təsisatı ilə. Gəl. Burada yerləşir evimizin mətbəxi. Buyurun, baxın. Dostlar, qeyd edeyim ki, birinci mərtəbə, ikinci mərtəbə monolit betondur evimizdə. Mətbəxi göstərdim, hər tərəfli. Gəl. Daxil olur buradan. Evimizin geniş bir zalına, qonaq otağına. Gəl. Buradan isə sözün əsl mənasında otaqlarımız böyükdür. Geniş bir yataq otağı. Rahat göstərdim. Evimizin polu taxtadır. Gördüğünüz gibi. Keç. Evimizin istilik sistemi. Birinci mərtəbədə İran pesidir. Bir de dostlar, qalxırıq evimizin ikinci mərtəbəsinə. Evimizə yüngülcə təmir lazımdır. Gəl. Barmağı götür. Buradan evimizin yay balkonudur. Həyəti görüntü. Gel. Daxil oluruq ikinci mərtəbəyə. Selamünaleyküm. Qeyd etdiyim kimi, ikinci mərtəbədə istilik sistemi İran pesidir. Buyurun, baxın. İkinci mərtəbədə polu taxtadır. Üstü, yenə deyirəm, monolit betondur. Üstündən də şifir vurulur. Bu, gördüyünüz kimi evimizin geniş bir qonaq otağıdır. Daxil oluruq burada yataq otağına. Göstər. Evimizin hər otağından işıq görən pəncərəsi var. Gəl. Aşağıya gel. Burada ise ikinci bir
yataq otağı. Dostlar, bu yataq otağı deyirik. Bu otaqların demək olar hər biri eyni razmerdədir. 6-nın 5-ə, 7-nin 5-ə otaqlardır. Evimizin polu taxtadır. Gəl. Burada isə evimizin genişli mətbəxi. Yenə qeyd edirəm, evimizə yüngüdə təmir lazımdır. Gəl. Dostlar, evimizə 150 min AZN deyilir, real alıcıya endirim olacaq. Bu arada kanalımıza abone olmayı unutmayın ki, bizim YouTube kanalında, bizim Bazar kanalına abone olun ki, yeni çıxan videolarımızda ilk öncə siz tanış olasınız. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Boş torpaq sahələrimiz var. 6 sot, 10 sot, 12 sot, yəni hektarla torpaq sahələrimiz var. Gəlin alın, ev tikin, yaşayın. Allah xeyir versin, alana da, satana da. Sağ olun.